Mən tələbim odur ki, İsmailov İlham, onun həyat yoldaşıyam. Ayın 20-si, martın 20-sindən bu adam qəza keçirdi, özü ağır xəsarət alıb. 20-sindən bura xəstəxanalara aparıblar, Sabirabad xəstəxanasına. Orada baxılıb, müəyyən şeylər olunmayıb, yəni ki, hamı həkimlər yəni atqaz verib ki, yəni bizi deyir, Şirvan şəhərinə apardıq. Şirvan şəhərində MRT-dən də keçib, o da atqaz verdi. Ondan sonra Şirvan şəhərində Əli həkim, o da boynuna götürmədi, o da atqaz elədi ki, bu ağırdır, bu xəsarəti çətindir, bizi deyil, bu Bakıya aparılsın. Bir 10 gündə gecikmə oldu, bunun dizində qan yığıntı oldu. Hardasa əməliyyata təzədən bunu Bakıya çatdırıldı, aprelin 2-si. Aprelin 2-si əməliyyata gedəndə Bakı şəhərində poliklinika, o da atqaz verdi, boynundan atdı ki, gecikdirmişsiniz. Xəstəni aparmışıq özəl klinikə, West Hospitala, orada travmatologiya institutunda Əli Əliyev, həkim, doktor, boynuna götürdü, çox müsibətlərdən sonra bunu əməliyyat elədi. Düz saat 11-də, 11-12-yə işləmiş, əməliyyata götürüldü, 7-nin yarısı əməliyyatdan çıxdı. Yəni ki, ağır, həkim özü ilə, mənim özümlə danışdı. Dedi, mən orada çox xırdalarla, çox xırdalıq işlərlə mən dedi, baş aparmışam. Ciddi dedi, sümüklər, sınıqlar olub, lülə sümüyü sınıb, diz qapağı sınıb. Müəyyən dərəcələr alıb, bu çox zədə, yəni qıçı millə yığılıb, implantla yığılıb, bunun qıçı şikəstdir. Mən də elə bir ki, əməliyyat olub aprelin 5-i, 5-indən gətirib atıblar xəstəni, bizi ilə maraqlanmırlar. Məni apardılar Sabirabad şöbəsinə, ekspertizaya, allatdılar məni ki, məni elə bir şirinlikdirdilər, əməliyyat olandan sonra şirinlikdirdilər ki, siz bəs ekspertizaya, Elnur baş həkim, Sabirabadın baş həkimi, Elnur həkim baxdı, amma məni yolda örgətdilər ki, Nazakət xanım məni örgətdi ki, deyərsən ki, bu adam əməliyyat olmayıb, yüngül xəsarət alıb. Mən də həmən şeyləri dedim Elnur həkimə, Elnur həkim də baxdı, müəyyən şeylərə, ondan sonra çıxdı getdi. Gedəndən sonra mən də tələb edirəm, fakt əlimdə kağızlar, subutlar, əməliyyat olub, məni nəzakət alladıb. Müstəntiq Malik orada idi, müstəntiq. O da dedi ki, sizə sığorta veriləcək, bunun üstünə düşün. İndi mən də ondan bura nə sığorta görürəm. 2 dəfə cəmsi gücümü, 2 dəfə aparıblar Əli həkimin yanına. Ondan sonra nə maraqlanmadılar. Əli həkim demişdi, ayın axırı gəlib apararsınız. Deyirlər, maşınımız xarab olub. Maşınımız xarab olub, nə çox maşın. Özünə də dedim o sualı ki, nə çox maşın. Bakıya bir dənə siz işləmirsiniz. Nəysə, tələb edirəm. Mən necə burada əziyyət çəkirəm, 3 ay yarımdır əziyyət çəkirəm, onlar da cəzasını çəksin. Mənim tələbim Alışov Muraddandır, Alışov Nazakətdəndir. Şikayət edirəm, bir daha mən baş nazirlikdən xahiş edirəm. Belə böyüklərdən hamısı bu işə baxılsın, mənim tələbim yerinə yetirilsin, mənim çörək qazanımı yıxıb vurub bölürsə, nə maraqlanmırlar, nə baxmırlar, deyir, ged əlindən nə gəlir, elə pul verib qutarmışam, özüm bilərəm. Əməliyyat eləmişəm, məndən düşün yaxından. Mən də deyirəm, şikastdır, bax, bunun dedim, budur, vəziyyəti budur. Bax, bu da sənədlər, kağız, Əli doktor, West Hospital, subutla danışıram, yəni araşdırılsın, baxılsın. Ağır xəsarət alıb, qıçında mil şikastdır. Günün bugün necə mən onun qabını atıram. Xeyr ola.